inşallah. Allah'a and verə öz Allahlığının xatirinə hər kəs bir hacətlə, bir dua ilə gəlib bu ziyarətlərə. Allah Teala bütün hacətlərimizi, dualarımızı ali dərəcədə qəbul eləsin inşallah. Gəldiyimiz bu məqam Əli Əsqər məqamıdır. İmam Hüseyin əleyhissalamın 6 aylıq körpəsi. Bəzi tarixlərdə yazırlar ki, 5 yaş neçə aylıq idisə. Ki, Kərbəlada həmin bu yerdə İmam Hüseyin əleyhissalam gətirdi Əli Əsqəri, əlləri üstündə qaldırdı ki, işarə vermək istəyirdi düşmənə ki, bu bala çox susuzdur, buna bir qətrə su verin. Həmin vaxtı Hərmələyə göstəriş verdilər. Dedilər, Hərmələ, Allah Hərmələyə lənət eləsin. Hərmələyə işarə verdilər. Dedilər, Hərmələ, oxu qoy kamana, at oxu. Hamı diqqətlə qulaq asın. Ay xanımlar, qulaq asın. Hərmələyə işarə verdilər ki, oxu qoy kamana vur. Hərmələ orada bir dənə söz dedi. Demək olar, onun sözü aləmi yandırdı. Nə dedi? Hərmələ dedi, ya Ömər Səd dedi, ya Şimir dedi. Dedi, ey Ömər Səd, ey Şimir, atanı vurum, yoxsa balanı vurum. Çox sərras ox atan idi, Allah lənət eləsin ona. Deyir, 3 dənə 3 şöbəli ox gətirmişdi Kərbəlaya. Birini Əbəlfəz ağanın sağ gözündən vurdu. Birini İmam Hüseyin əleyhissalamın düz ürəyindən vurdu. Biri də bu yerdə Əli Əsqərin düz boğazından vurdu.